Dostlar, davam edirik. Digər videoda 12-ci sualı həll elədik. 74 deyir cavab. 13-cü suala baxırıq. Deyir MOP bucağı 135 dərəcədir. Yəni ümumi 135 dərəcədir. MON bucağı, bu bucaq NOP-dən 33 dərəcə kiçikdir. NOP-ni tap. NOP bucağına mən X desəm, onda bu olacaq X üstəgəl 33. Bilirsiniz necə? Yəni ki, NOP bucağından 33 dərəcə kiçik, yox, bir dəqiqə. X çıxılsın 33 olacaq. X çıxılsın 33 olacaq. Düzdürmü? Və bunların ikisinin də cəmi deyir ki, 135 dərəcədir. Yəni MOP ikisinin cəmi. Bunları toplayanda neçə eləyir? 2x çıx 33 bərabərdir 135 dərəcəyə. 2x bərabərdir, deməli 168 dərəcəyə. X də bərabərdir 84 dərəcəyə. Bizdən görüşür NOP. NOP baxın buradır. Bura x demişdim. Deməli cavab nədir? 84. 13-cü sualın cavabı 84 dərəcə. 14-cü sual. Deyir ki, AOB-dən AOC-ni çıxanda bu eləyir. AOB-dən BOC-ni çıxanda 41 eləyir. AOC-ni tap. Baxın. Mən AOC bucağına bir X desəm, AOB bucağına bir A desəm, BOC bucağına bir B desəm. Düzdürmü? X AOB bucağına AOC X demişəmsə üstəgəl 28. İndi bir dəqiqə. Burada belə deyə bilərəm də. Məhsulları biraz azaltmaq istəyirəm. AOC X demişəm də. AOC X deyəndə AOB nə olur? X üstəgəl 28. X-i sağ tərəfə atanda. AOB deməliyəm X üstəgəlsin 28 dərəcə. Nisbətən məhsulları azaltmaq istəyirəm. Baxın, AOC X demişəm axtardığına. Hansın ki soruşur. Onda AOC X-i sağ tərəfə atanda nə olur? X-in 28-in cəmi nə olur? AB. AOB X üstəgəl 28-dir. AOB X üstəgəl 28-dirsə, bəs BOC-ni necə tapım? O da deyir ki, AOB-dən 41 dərəcə çıxmaq deməkdir. BOC-ni tapmaq üçün AOB-dən 41 dərəcə çıxacam. Yəni X üstəgəl 28-dən 41 dərəcə çıxacam. Bu da nə deməkdir? X çıxılsın 13 deməkdir. Nə düzdürmü? Və bundan 41 çıxanda nə olur? Çıx 41 yazsaq, X çıxılsın 28-dən 41 çıxanda mənfi alınıraq. Çıx 13. Ona görə də BOC bucağına X çıxılsın 13 qaldı. Yəni mən istədiyim odur ki, bunu başqa yolla eləmək olar, amma istəyirəm ki, bir dənə məhsul olsun. Bir dənə məhsul oldu, ancaq X-li məhsul olurdu. Və bunlar da açıq bucaq əmələ gətirib. Açıq bucaq. Yəni bunların üçünün cəmi 360 dərəcə olmalıdır. Vəssalam. Oradan X mənim cavabımdır. Çünki AOC-yə mən X demişəm. Bunların üçünü də toplayanda eləyir 3X. Demək. Üstə gəlsin 15. Niyə 15? Çünki müsbət 28 ilə mənfi 13 toplayanda 15 eləyəcək. Üstə gəlsin 15 bərabər olmalıdır 360 dərəcə. 360. 360-dan 15 çıxanda 3X bərabərdir. Deməli 200. 200 nə idi? 300. Deməli 45 dərəcəyə. 345 dərəcəyə. X də buradan alındı. Demək 115 dərəcə. Düzdürmü? 115 dərəcə. Məsələn. Yəni 14-cü sualın cavabı 115 dərəcə olmuş olacaq. Digər sual da bu sualdandır. Baxın. Deməli, mən əgər KOD bucağının dərəcə ölçüsünü axtarıramsa, KOD bucağının dərəcə ölçüsünə mən X deyirəm. Gəlirəm görürəm KOD bucağı harda var? Burada. Burada X var. Deməli, COD bucağı nə olacaq? X-i sağ tərəfə atanda. X üstəgəlsin 62. COD olacaq X üstəgəlsin 62 dərəcə. Sonra mənə deyir ki, COD aşağıda da var. Yəni bunun da yerinə X üstəgəl 62 qoyanda KOC bucağını necə tapım? Bu bucaqdan COD bucağına 52 dərəcəni çıxmalıyam. Azalandan çıxmalıyam fərqi. Deməli, mən bundan X üstəgəl 62 dərəcədən 52 dərəcə çıxanda olacaq nə? X üstəgəl 10 dərəcə. Yəni 62-dən 52 çıxıram.
Vəssalam. Bu üçün də cəmi nə olmalıdır? Açıq daha doğrusu tam bucağa görə 360 dərəcə. 360 dərəcədirsə, bunların üçünü toplayanda nə olur? 3x x-ları toplayanda üstə gəlsin 72 dərəcə bərabərdir 360 dərəcə. Düzdürmü? 3 dənə x var. 62-dən 10, 72. Hə, 3x bərabərdir 200. Demək 60 çıxanda 300. 300-dən 12 çıxanda 288 eləyirmi? 3-ə də böləndə demək 96 mı? 18, 27, bəli. X oldu 96 dərəcə. Elə KOD bucağını demişdim. Yəni 15-ci sualın cavabı da olacaq 96 dərəcə. 96 dərəcə. Növbəti sual 16-cı sual. Bizə deyir ki, AB düz bucağında AB deməli 90 dərəcədir. OD OY şüaları. OD də şüadır, OY də şüadır. Qırıq-qırıq nöqtələr. AOC BOC bucaqlarının tən bölənləridir. DOC 2x üstəgəl 3y-dir. Baxın, bura 2x üstəgəlsin 3y-dir. Baxın, OD tən böləndir. Deməli burada 2x üstəgəlsin 3y-dir. Yəni AOD bucağı da 2x üstəgəl 3y tən böləndir. Sonra deyir YOC 3x üstəgəl y-dir. YOC baxın burada 3x üstəgəlsin y-dir. Axı bu YO bucağı da BOC-nin tən böləni idi. Deməli BOY də 3x üstəgəlsin y-dir. Tən bölən olduğu üçün belə yazdıq. Və bucaqlarının biri digərindən 5 dərəcə kiçik olarsa x üstəgəl y cəminin ala biləcəyi qiymətlərin cəmini tapın. İndi fikir verin. Mən əslində burada bunları toplayıb 90 dərəcəyə bərabər etməliyəm. Düzdürmü? Və burada da bir şərt verib ki, bu bucaqlar biri digərindən 5 dərəcə kiçikdir. Burada verilmiş bucaqlar biri digərindən 5 dərəcə kiçik olmalıdır. İndi bunları toplasam nə olur? 2, 2, 4, o da 6, 10. Yəni 10x üstə gəlinsin, 10x üstə gəlinsin. 3y, 3y, 6y, y, 8y. 10x üstə gəlsin 8y 90 dərəcədir. 10x üstə gəlsin 8y 90 dərəcədir. Bu obşi bunların cəmi. Sonra isə bizə dedi ki, buranı silirəm. Bizə dedi ki, verilmiş bu bucaqlar var, 2 dənə bucaq. Bunlar biri digərindən 5 dərəcə kiçikdir. Biri digərindən 5 dərəcə kiçikdir. Mən götürürəm bunu böyük. Yəni necə? 2x üstə gəl 3y böyük götürürəm. Onda 2x üstə gəlsin 3y bərabərdir. Kiçik bucaqdırsa, 3x üstə gəlsin y kiçik bucaqdırsa, 5 dərəcə böyüksə bunun üstünə 5 gələcəm. Bunlar bərabərləşməsi üçün. Buradan da alıram. Buradan da alıram. Deməli 5 qalsın. Bu 3x-lə y keçirirəm sağa. Olur deməli nə? 2y çıxılsın 2x-lə 3x çıxanda x olur. Mənfi. Bərabər nəyə? 5 dərəcə. Bərabərdir 5 dərəcəyə. Sonra buranı silirəm. İndi mənə deyir ki, x üstə gəl y cəminin ala biləcəyi qiymətlərinin cəmini tapın. Aha. Burada isə uşaqlar. Nə edirəm? Aşağını 4-ə vururam. Olur 2y 4-ə vuranda 4y çıxılsın x-i 4-ə vuranda 4x, 5-i 4-ə vuranda 20. Sonra bununla birinci yazdığımdan üçüncü yazdığıma baxıram. Bunlara alt-alta çıxsam 8y-lər, baxın 8y-lər islah olacaq, sıfıra çevriləcək. 10x-dan mənfi 4x-i, baxın mənfi 4x çıxanda toplanacaq olacaq 14x. 90-dan da 20 çıxanda 70. Deməli x nədir? X buradan 5-dir. X-in bir qiyməti 5-dir. X-in bir qiyməti 5-dirsə, mən deyirəm ki, tənliklərdən birinə yerinə qoyuram da. Mən deyirəm ki, 2y çıxılsın x bərabərdir 5. X-in yerinə də 5 qoyanda 10 olur. Deməli, y-də nədir? 5-dir. Deməli, y-də olacaq nə? 5. X-in plus y cəminin ala biləcəyi qiymətlərinin cəmini tap. X bir dəfə 5 olanda y-də bir dəfə 5-dir. Bunu yadda saxlayaq. Deməli, x bir dəfə 5 olanda y-də 5-dir. Yəni, x, y cəmi nə olacaq onda? 5 ilə 5-in cəmi 10 olacaq. Bu 10 qazidəsin bizi.
Başqa hal nədir? Bəlkə bu böyük idi, odur bəlkə. 3x üstəgəl y böyük idi. Yəni 3x üstəgəlsin y bərabərdir kiçik bucaq 2x üstəgəlsin 3y olsa, kiçik bucaq. Üstünə 5 gəlməliyəm. Üstünə 5 gəldim. Və buradan alıram ki, nəyi? Deməli, x çıxılsın 2y, x çıxılsın 2y bərabərdir 5 dərəcəyə. Bir də əvvəldən mən bir dənə şərt bilirdim ki, 10x üstəgəlsin 8y 90 dərəcədir. 90 dərəcə şərtindən. Və burada da yuxarını demək, elə 4-ə vururam yenə. Yuxarını 4-ə vursam birbaşa vururam. Bura 4x olur, bura 8y olur. 2y 4-ə vursam. Burada olur 5-i 4-ə vursam 20. İndi yenə bunları toplasam olacaq 14x. Bax, toplasam 8y-lər islah olacaq. 20 ilə 90-a toplananda eləyəcək 110. Olacaq 110. Deməli. Düzdür deyimi? Onda x-i tapanda necə eləyəcəyik? 14x 110'dur. 2 ixtisar 55. Bu da 7. 55 bölü 7 aldım x'i. Tam ədəd olmadı da. X üstəgəl y 2x üstəgəl 3y. Səhv yoxdur mu? Hər hansı bir yerdə səhvim yoxdur mu? Deməli 3x-dən 2x çıxanda x eləyir. Çıxılsın 2y bərabərdir 5. 4-ə vursaq 4x çıxılsın. 4-ə vuranda 8y. 4-ə vuranda 20. Və mən şərt deyirəm, məndə şərt var ki 10x. 10x deməli üstəgəlsin 8y bərabərdir 90 dərəcə olmalıdır. Düzdürmü? Bunları da toplasam x tam ədəd olmur da. Tam ədəd onsuz da soruşmur birdən. Alabiləcək qiymətləri soruşur. X-in biri olsa 55 bölü 7. X 55 bölü 7'dir. Bu da deyir ki, X-dən 2y çıxanda 5'dir. Demək. Belə deyək də, qoy 7x qalsın. 7x 55 dərəcədir. 7x 55 dərəcədir. Hər tərəfi 7-yə vuraq. 7x çıxılsın 14 y bərabərdir 35 dərəcəyə. 7x 55 dərəcədir. X 55 dərəcədir. Buradan nə alırıq? 14y bərabərdir 55-dən 35 çıxanda 20-yə. Y də bərabərdir. Deməli. Yox, 2-yə bölək. 7y də bərabərdir 10-a. 7y 10-dur. 7x 55 dərəcədir. Deməli, orada nə olacaq? Bunları toplasam olacaq 7x üstəgəlsin y 55 ilə onun cəmi 65 dərəcə. X üstəgəl y payına qaldı 65 bölü 7. 65 bölü 7. Belə bir qəribə cavab alındı məndə. 65 bölü 7. Bir dənə 10 cavabını almışıq. X üstəgəl y. Bir də mən də almışam 65 bölü 7. Yəni 65'i 7'yə bölün neçə eləyər? 9 tam da, düzdürmü? 9 tam 63 eləyər. 20'nin içində də deməli
20-nin içində də 2 dəfə 14, 60-ın içində 8 dəfə 56. Belə bir qəribə onluq kəsirli alınır, bir şey cavab alınır. Bir də o düz bucaq hissəsinə baxın. Bəlkə elə ümumiyyətlə səhv yerdən başlamışıq. Bir dənə də baxın. Mənim cavabım x üstəgəl y-i, bir dəfə 10 alıram. Bir dəfə 10 alıram. Bir dəfə də alıram 65/7. Bax bu cavabları burada qoy qalsın. İndi baxın DOC haradır? DOC 2x üstəgəl 3y-dir. DOC 2x üstəgəlsin 3y-dir. Bu da demişdi ki, OD şüaları OD AOC-nin tən bölənidir. AOC-nin tən bölənidir. Belə çıxır ki, burada 2x üstəgəlsin 3y-dir. Sonra YOC 3x üstəgəl y-dir. YOC 3x üstəgəlsin y-dir. Və YO da YO BOC-nin tən bölənidir. Yəni burada 3x üstəgəlsin y-dir. Bunların hamısının cəmi də 90-dır. Çünki düz bucaqdır. Qeyd eləyək. Bunların hamısının cəmi 2x, 2x, 4x. Buradan da 3x, 3x, 6x, 10x. Yəni 10x üstəgəlsin 3y, 3y, 6y. Buradan da 2y, 8y. 10x üstəgəlsin 8y 90 dərəcədir. Burası da düz. Yəni bunu da bayaq belə yazmışdıq. İndi isə bizə deyir ki DOC bucağı bu bucaqlarının biri digərindən 5 dərəcə kiçikdir. Yəni məsələn deməli Məsələn 2x üstəgəlsin 3y bucağı böyük bucaqdır. Onda kiçik bucaq budur. Bunun üzərində 5 dərəcə gəlməliyəm, düzdürmü? Bərabərdir. Biri digərindən 5 dərəcə kiçikdir. 3x üstəgəlsin y üstəgəlsin 5 dərəcə. X-dən y atıram sol tərəfə. 2x-dən 3x çıxanda mənfi x. 3y-dən y çıxanda müsbət 2y. Müsbət 2y çıx x bərabərdir 5 dərəcəyə. Sağda 5 dərəcə qalıb bax. 10x. Bunda deməli mən neyim? Deməli 4-ə vurum. Bunda 4-ə vururam. Eləyir 8y çıxılsın 4x. 4-ə vuranda 5-i 20. Əvvəldən də şərt var ki, 10x üstəgəl 8y. Yəni 8y üstəgəlsin 10x. 10x bərabərdir 90 dərəcəyə. 90 dərəcədən 20 dərəcəni çıxıram. Analoji digərlərini çıxıram. 8y-dən 8y çıxanda 0. 10x-dən mənfi 4x çıxanda müsbət 14x toplanır. 90-dan 20 çıxanda 70. X-in buradan 5 olduğunu alıram. X 5. X 5-dirsə, mən deyirəm ki 2y və yaxud da gələ 90-da qoyum da yerinə. X 5-dir. X 5-dirsə, onda bura 50-dir. 5 vur 10, 50-dir. Bunda y-də 5 olmalıdır ki, 8-i 5 və 40-la 50-ni toplayanda 90 alınsın. Y-də 5-dir. Y-də 5 alıram. X, y cəmi neçə olur onda 5 ilə 5-in cəmi? 10 olur. Deməli, bir qiymət 10-dur. Yəni, baxın, yuxarıda bayaq saxlamışam cavabları. Bir qiymət 10-dur. 10 cavabını düz tapmışam. Hani ki, burada araşdırma aparım, görüm səhvim nədədir, düzdürmü? 10 cavabını almışdıq. İndi isə 2x üstəgəl 3y kiçik bucaqdır. Onda bu böyük bucaqdır. 3x üstəgəlsin digərindən 5 dərəcə kiçikdir. O böyükdür. Deməli, yəni 3x üstəgəlsin y böyükdür digərindən. Digərinin üstə 5 dərəcə gəlməliyəm. 2x üstəgəlsin 3y üstəgəlsin 5 dərəcə. 3x-dən 2x çıxanda olur x. Y-dən 3y çıxanda mənfi 2y. Bərabərdir 5 dərəcə. 4-ə vururam. Olur 4x çıx 8y. 2y 4-ə vururam. 5-i 4-ə vururam. 20. Mən də əvvəldən şərt bilirəm ki, 10x üstəgəlsin 8y bərabər olmalıdır 90-a. Bərabər olmalıdır 90-a. Bunları alt-alta toplasam 8y-lər islah olar. 10x-dən olacaq 14x.
bərabərdir. Deməli 110-a. 110 da 14-ə tam bölünmür də. Buradan alacağım 7x bərabərdir 55 dərəcəyə. 7x 55 dərəcədirsə, burada 7-yə vursam, olacaq 7-yə vursam 7, bura olacaq 14, bu olacaq 35. 7x 55 dərəcədirsə, 20 bölü 14 də oradan alacağım. 7y-in də 10 olduğunu görəcəm. Bunları toplasam 7-yə bölsəm 65 bölü 7 belə cavabı almışdım. Bir dəfə 10 dərəcə, bir dəfə də 65 bölü 7 dərəcə alıram. Yəni səhvim varsa rəhm bölümünə bildirərsiniz. Bir də videoda vaxt gedir. Səhvim varsa rəhm bölümündə onu qeyd eləyərsiniz bu sual üçün. Maraqlı gəldi. Üstəgəl y-in ala biləcək qiymətlər. Bir dəfə 10 alıram, bir dəfə 65 bölü 7 dərəcə alıram. Bu 16-cı sual idi. 17-ci sual. BD şüası ABC-nin tənbölənidir. ABC-nin tənbölənidir və DB-yə 139 dərəcədir. DB-yə, yəni bax bura 139 dərəcədir. 139 dərəcədir. Bu C-yə də açıq bucaq əmələ gətirir. ABY-ni tapın bucaq. CB-yə bir düzxət üzərindədir. Baxın, əgər CB-yə bir düzxət üzərindədirsə, ümumilikdə bura açıq bucaq əmələ gətirməlidir. Sən əgər bura 139 dərəcə deyirsənsə, onda 180-dən buranı tapmaq üçün 180-dən 139 çıx, yaz 41. İndi axı bu da tənböləndir, deməli burada 41. 139-un 41-i getdisə, bura qaldı nə qədər? 88-də, düzdürmü? Yox, 98. 98 dərəcə. İndi mənə nə deyir? ABY bucağını tap. ABY, yəni buranı istəyir. Burada demişik 98 dərəcədir. Cavab D variantı. Bir də deyək, bu açıq bucaq olmalıdır. 139-u getdisə, bura qaldı deməli 41 dərəcə. 41 dərəcə, bu da tənböləndir. Burada 41 dərəcə olmalıdır. BD ABC-nin tənbölənidir deyir. O 41. 139-dan 41-i çıxsam, buranı tapacam da, yəni ABY-ni tapacam. O da 98. Növbəti sual. İki düz xəttin keçməsindən alınan bucaqlardan ikisinin cəmi 40-dır. Bu bucaqları tap. Uşaqlar, iki düz xətdirsə, bunlar kəsişirsə, ikisinin cəmi deyirsə, bunlar qonşu bucaqlar ola bilməz. Qonşu bucaqların cəmi 180 dərəcədir. Deməli, bunlar qarşılıqlı bucaqlardır. Bu bucaqla bu bucaq eyni bucağın cəmi 40-dırsa, bucaqlar eyni bucaq olmalıdır. Yəni 20-20 olmalıdır. Vəssalam. Cavab burada C variantı. Bu qədər bəsit. Sonra, iki düz xəttin keçməsindən alınan bucaqlardan üçü budur. Bu ifadəni ala biləcək qiymətlərin cəmini tap. İndi, iki düz xət var. Məsələn, bu A-dır, alfadır, betadır, burada Y deyirəm. Onda bu da betadır. Onda A-da əslində elə Y-dir. Bildin necə? İndi A 20-dirsə, indi bir dəqiqədə. A deyir 20-dir. Deməli, buralar 20-dir. Onda belə çıxır ki, buralar da 160-dır da. Çünki 180 dərəcə əmələ gətirməlidir axı. Yəni, betaya da 160 qaldı. Yəni, əslində burada A Y-ə bərabərdir. O da beta 160-dır. Vəssalam. Mənə deyir ki, ifadədən ala biləcək qiymətlərin cəmini tap. İndi bir dəqiqə. 2B nədir? 2 beta. Yəni 2 vurulsun 160. Üstdən gəlsin digər bucaq. Yəni qamma. Yəni elə alfa. Bu da 20-dir. 320, 340. İndi fikir verin. 340. Bu bir bucaq. 340. Digər tərəfdən isə mən burada bir dənə dəyişiklik yaparım. Deməli, digər tərəfdən mən belə götürüm də. Buranı 20 dərəcə götürüm. Yəni alfa buradır. Alfa bura olsa 20 dərəcə. Qammanı burada götürsəm betaya bərabər çıxacaq. Yəni beta qammaya bərabər götürsəm nə olacaq? Deməli bu olacaq 160 qamma. Elə beta da 160. Vəssalam. İkisi də 160. Yəni onda 2-ni 160-a vurub qammada betaya bərabər daxil. O da 160-ı gəlmək lazımdır üstünə. Bu da neçə olacaq? 3 dənə də 480. Bir cavab da 480-dir. Bir 480, bir də 340. Bunların cəmi də 820 eləyər. Yoxsa necə? Düz dedim mən. 3 dəfə 480. 320, 340. 820 aldım axı mən. 820.
ala biləcəyi qiymətlərin cəmi. Hə, bir halda var da yəqin 820 bir halda bu ola bilər də baxın. Bura 20 dərəcədir, burada elə bettadır. Bura qammadır. Elə bettanın özü 20 dərəcə olsun. Betta da alfa da 20 dərəcə. Betta 20 dərəcə olsun da. Yəni necə? Bir dənə də bu hal var. 2 vurulsun 20, üstdən gəlsin qamma. Yəni üstdən gəlsin 160 da var. Bu hal da ola bilər. Yəni bu da olacaq 200. Bu da olacaq 200. 800 deməli 340 480. O da 200. Yəni 680 o da 340. 1020-də düzdürmü? B variantı 1020. Burada bir dənə diqqətli olaq. Deməli alfa bettaya bərabər ola bilər, alfa qammaya bərabər ola bilər, betta qammaya bərabər ola bilər. Deməli 3 dənə hal var. Alfa 20 olanda bettaya bərabərsə betta da 20 götürürəm, qamma 160 qalır. Yəni 2 vur 20 üstə gəl 160. 200 buradan. Yox, alfanı qammaya bərabər götürürəmsə, alfaya 20, qammaya da 20 deyirəm, onda bettaya 160 qalır. 2 vur 160 üstə gəl 20. 340. Yox, bettaya da qammaya bərabər götürürəm. Deməli ikisinə 160 qalır. Çünki alfa 20-dir. Onsuz da 2 vur 160 üstə gəlir 160 da 480. 480, 340, 820, o da 200. 1020. Cavab burada 1020-dir 19-da. Belə bir maraqlı suallar da əslində bunlar. Bayaqki sualda niyə alınmadı o maraq qaldı. Qonşu bucağının dərəcə ölçüləri bu nisbətdədir. Bu bucaqların dərəcə ölçüləri natural ədədlər olsa alfanın A-nı ala biləcəyi natural qiymətlərin sayını tapın. Qonşu bucaqların dərəcə ölçüləri bu nisbətdədirsə, deməli bunların cəmləri %180 dərəcədir. Yəni məsələn buna x desəm, buna y desəm, x-lə y-in cəmi 180 dərəcə olmalıdır. Bunların cəmi də neçə eləyir? 6a üzərinə gəlinsin. 2 ilə 4-ün cəmi 6 bərabər 180 dərəcəyə. Deməli 6-ya bölsəm a üstə gəlsin 1 bərabərdir 30, a da bərabərdir 29. A-nın ala biləcəyi natural qiymətlərin sayını tapın. Natural qiymətlərin sayını tapın. Bir dəqiqə, bunlara x qoşaq, yoxsa necə? 3a üstə gəl 2 bölünsün bu. Onda x qoşmalıyıq da, düzdürmü? 6a üstə gəlsin 6. Buna bir x qoşmalıyam, 180 dərəcə. 6-ya da bölsəm, a üstə gəlsin 1 x bərabərdir 30 dərəcəyə. Buradan x-i tapanda 30 bölünsün a üstə gəl 1 olur. 30 bölünsün a üstə gəl 1. Demək ki, x tapanda 30 bölünsün. Demək ki, burada a-nın ala biləcəyi natural qiymətlərin sayını soruşur. X-in özü də natural olmalıdır. X-in özü də natural olmalıdır. Deməli 30-un bölənlərini soruşur da bu. 30-un bölənləri nədir? 1 deyir. Amma 31 ola bilməz çünki a 0 olacaq burada. Natural deyil bax, a-ya deyir natural qiymətlər. Deməli 30-un 1 böləni sayılmır. 30-un deməli 1 böləni sayılmadı. 32-yə bölünür, bəli. 32-yə bölünür. 33-ə bölünür. 30 deməli 5-ə bölünür. 6-ya bölünür. 10-a bölünür. 15-ə bölünür. Bir də 30-a bölünür. Bir də 30-a bölünür. Nə qədər oldu onda? 1, 2, 3, 4, 5, 6, 7 dənə. Ana biləcəyi natural qiymətlərin sayı. 7 deyirəm bu suala. Bir də baxaq.
Deməli 3a üstəgəl 2 bölünsün 3a üstəgəl 4. Bu nisbətdə axı biz məsələn deyək ki 5-in 7-yə isə 5x 7x deyirdik. Burada da 3a plus 2-yə bir x deyirəm. 3a plus 4 də buna da bir x deyirəm. Bunların cəmi, yəni bunları toplayıb x-i kənara atdım da mən burada. 6a üstəgəl 6 x-a 180-dirsə 6-ya da bölsəm deməli x-i buradan alaram 30 bölünsün a plus 1. 30-un bölənləri lazımdır bizə. X-in özü də məcbur natural olmalıdır. Çünki nisbətdə naturaldır. Və A-nın da özü natural olmalıdır. Onda 30-un bölənləri hansıdır? 1 olmaz. Çünki 1 olanda A0 olacaq burada. A0 olacaq. O da ola bilməz. A naturaldır. 2 olar. A1 olur. 3 olar. A2 olur. Bu formada gedir. Yəni burada aldığım burada bölənlər A-nın qiymətləri deyil. Bunlara uyğun bir dənə A-nın qiymətləri çıxacaq ortaya. Məsələn 3 olanda A2-dir. 2 olanda A1-dir. 5 olanda A4-dür. 6 olanda A5-dir. 10 olanda A deməli 9-dur. 15 olanda A14-dür. 30 olanda A29-dur. Bu qiymətlər. Bunların da sayı 7 dənədir. Bu da maraqlı sual idi. Uşaqlar bu suallar sizə çətin gələ bilər. Yenə də R bölməsində bildirin hansı yerinə başa düşməmisiniz. 21-ci sual. Açıq bucağın təpə nöqtəsindən onunla eyni yarımüstəvi olmaqla OC də uşaqları var. Yəni ki, bir dənə açıq bucaqdır. Eyni yarımüstəvi, yəni burada da, yəni burada 2 dənə belə bir şüamız var. OC bir də AOB hə. AOB açıq bucaqdır. OC bir də OD şüaları var. AOC-ni BOC-yə böləndə 2-nin 7-yədir. AOC-nin BOC-yə nisbəti 2-nin 7-yədir. Bura 2x-dırsa, buranın ümumisi 7x-dir. AOD-ni də BOD-yə böləndə AOD-ni də BOD-yə böləndə 7-nin 2-yədir. Ona görə bura 5x-dir. Bura 2x-dir. Həqiqətən də ödəyir. Baxın. 5x-dən 2x-in cəmi 7x verir. Ödəyir. Yəni 2x AOC-dir. 5x COD-dir. Onda AOD nə qədərdir? 7x-dir. Ödəyir də. 2x-dən 5x. 7x-dir. Və BOD də 2x olur. Baxın, BOD də 2x olur. Çünki bu tərəfdən də 5x-dən 2x-in cəmi 7x olmalıdır. Ümumilikdə. Ödəyir. Onda COD-ni tapın deyir. COD nədir? 5x-i tapın deyir. Bunun ümumisi 10-sa biz zaten bilirik ki 2x buraydı, 7x də buraydı. 9x. Yəni 9x 180-dir. 9x 180-dirsə məndən 5x-i soruşur. 5x neçə dərəcədir? 5x nə qədərdir? 9x-i mən görürəm ki, nəyə vurub? 20-yə vurub da. 20 x-a vurub da, belə deyək. 20-yə. Onda 5-i də 20-yə vuracaq, olacaq nə qədər? 100. Məsələn, sadə tənasüblə bunun 100 olduğunu tapdıq. 20-ci sualda cavab olacaq 100. Yox, tənasüblə istəmirsinizsə belə yazmalıydınız. 9x bərabərdir 180-ə. X-i 20 tapacaqsınız. Aparaq 5-i 20-yə vuracaqsınız 100 dərəcə yenə də. 5-i 20-yə vuracaqsınız, yenə də 100 dərəcə alacaqsınız. Tənasüblə mən cavabı tapdım artıq. Növbəti. Alfabetdə 2 düz xəttin kəsməsindən alınan qonşu bucaqlardır. Deməli, alfa ilə betlərin cəmi 180 dərəcədir. Alfanın dərəcə ölçüsünü 20% azaltdılar. 20% azaltmaq %80-ə vurmaq deməkdir. Olacaq 80A bölü 100. A-nı 20% azaltmaq %80-ə vurmaq deməkdir. Vurdum. X azaldıb X bucağı aldılar. X bucağı aldılar. Bettanın dərəcə ölçüsünü 70% artırıb. %170-ə vurmaq deməkdir. Yəni 170 betta bucağı, %70 B bucağı, arada Y bucağı aldılar. Bir Y bucağı aldılar. X, Y bucaqlarının cəmi 180 dərəcədir. Bu ikisini toplayanda 180 dərəcə olmalıdır. Alfa və bettanın ala biləcəyi qiymətləri tapın. Alfa, bettanın ala biləcəyi qiymətləri tapın. İndi uşaqlar, bunların cəmi nə olur? %80 A üstə gəlsin 170 betta deməli X-in cəmi 180-də, yəni bunların cəmi 180. Bərabərdir 180. Bərabər 180. Deməli, ala biləcəyi qiymətləri tapın. Burada ona bölsəm, uşaqlar, ona bölsəm 1-0, 1-0 bundan, 1-0 bundan silsəm, çarpaz vursam alaram ki 8A üstə gəlsin 17B bərabərdir 1800. Çünki onda bura çarpaz vurdum 18-ə.
180-ə daha doğrusu. 1800. Və əvvəldən demişdik ki, alfa ilə beta qonşu bucaqlardır. Yəni onda A ilə B-nin cəmi də öz A ilə B-nin cəmləri də 180 dərəcədir. 180 dərəcədir. Burada isə elə 17-yəmi? Elə 8-ə vursam, hər tərəfi 8-ə vursam, bu olacaq 8A, bu olacaq 8B. 180-i 8-ə vuram, misal alıram. 8, 8, 64, 6 yadda 8, 144-əm. Bunlar da alt-alta çıxsam 17, 8A'lar gedər. 17B'dən 8B çıxanda 9B. 1800-dən 1440 çıxsam 360. Buradan betanın 40 olduğunu görürəm. Beta 40-dırsa qonşu bucaqlara görə alfa da olacaq 140. Deməli alfa 140, beta da 40. Beta da 40. Vəssalam. Alfa beta bucaqlarının ala biləcəyi qiymətləri tapın. Alfa 40, beta da 140. Bu bucaqları tapdıq. %23. 23-də deyir AB-yə paraleldir. AC 31-dir. AC deməli 31 santimetr. Alfa 60, beta 60. Alfa 60, beta 60-dırsa belə çıxır ki, baxın bura 60. Bura 60, 120. Burada açıq bucaqdır. Deməli belə çıxır ki, burada 60 qaldı. Bura 60 qalandan sonra gör nə edirik biz. Bu bucaq 60 dərəcədirsə, burada bir Z qaydası var paraleliyə görə. Bax belə Z qaydası var. Z-ə görə bunun içi 60 olacaq. Belə çıxır ki, bu da 60 olacaq onda. Digər tərəfdən Z var. Bərabər tərəfli 3 bucaq əmələ gəldi burada. Bir də deyir ki, AB-nin B düz xətti üzərində proyeksiyasını tapın. AB-nin B düz xətti üzərindəki proyeksiyası. AB-nin B düz xətti üzərindəki proyeksiyanı tapın. Burada biraz sizə çətin gələ bilər. 7-ci siniflərə bu sualları verilmişdi. Biraz çətin gələ bilər, amma digər suallar asandır. Deməli, buradan bir xətt çəkirəm. Bura 60 dərəcədir zaten. Bura 60 dərəcədir. Bura 60 dərəcədir. Z qaydasına görə bura 60-dır. Z qaydasına görə bura 60-dır. Bura 31-dir. Belə çıxır ki, bərabər tərəfli 3 bucaqdır. Buralar 31-dir. Düzdürmü? İndi mən artıq şeyləri oradan silim. Mənə lazımlı olan yer baxın bura olacaq. 60 dərəcə. Buradan bura bir hündürlük çəkirəm. Hündürlük. Deməli, onda bura 31 dərəcədir. Burada 30 dərəcə qaldı. 31 santimetrdir. Bura 30 dərəcə qaldı. 90-ın qabağı, proyeksiya burada, baxın. B düz xətt üzərindəki proyeksiya burada, qaraladığım yer. 30-un qabağı nə olur? 90-ın qabağının yarısı, yəni 31-in yarısını tapmaq lazımdır. 31-in yarısı da olur nə? 15,5. Cavab variantı. 90-ın qabağı 30 dərəcə bucağın qarşısının 2 mislidir. Və yaxud da 30-un qabağı 90-ın qabağının yarısı olur. Vəssalam. Sonra burada paralellik şərti var. MMP bucağı tənböləni PK-dır. PK tənböləndir. Deməli, məsələn, bura alfadırsa, burada alfadır. Onda belə çıxır ki, burada alfadır. Burada bir dənə Z var axı. Baxın. Z qaydasına görə, çarpazlığa görə alfadır. İndi alfanı tapmaq olar onda. Bura ümumilikdə 180 olmalıdır. 180-dən 48 çıxanda neçə eləyir? 132. 132-nin yarısı 66. Deməli, alfaların yerinə 66 yazmalıyam mən. Bura 66, bura 66, çarpazlığa görə bura 66. İndi fikir verək. Bizə deyir ki, bucaq MKP-dən, yəni 66-dan çıx KMP-ni. KMP-ni. Burada fikir verin, burada 48-də çarpazlığa görə. Bu 48 gəlib düşəcək bura 48. Yəni 66-dan 48 çıx, cavab edəcək 18 dərəcə. C variantı. Sonra buradakı sual. Buradakı sualın praktik yolu var. 110 ilə 140-ı topla 180 çıx. Cavab eləsin deməli 70.
250-dən 180 çıxanda 70. Bu praktik yol. Praktik. İndi isə gəlin bunu həll eləyək. Baxın. Nə edəcəm? Buradan bir dənə paralel keçirdəcəm. Düzdürmü? D1, D2, bir dənə də D3. Bax, D3, D1, D2-yə paralel olsun. Paralelliyə görə bura 140-dırsa, daxili bir tərəfliyə görə bura neçə dərəcə olacaq? 40 dərəcə. Cəmləri 180 dərəcə olmalıdır. Digər tərəfdən bura 110-dursa, paralelliyə görə bura nə olmalıdır? İkisi bir yerdə 180 olmalıdır. 70 olmalıdır. İndi fikir verin, burada bir açıq bucağı var, x-dan bir yerdə. 70, 40 və x. 70-dən 40, 110. Deməli, bura nə qaldı? 70 qaldı ki, bu açıq bucağa görə 180 olsun. Yenə cavabımız təbii ki, 70 olacaq. Başqa bir həll yolu da var. 2 dənə həll yolu dedim də, bəs 26. 26-ya bizim standart qaydamız var. Buradakı bucaqların cəmi digər bucağa yazılır. Yəni 25 ilə 35-in cəmi 60 dərəcə bura yazılmış olacaq. Sadə bir bəsit qaydanı bilirsənsə sualdır. 26-da cavab A variantı. Yəni onun da niyəsi əslində var. Gəlin göstərək də. Baxın, buradan bir dənə paralel xətt çəkdim. Çarpazlığa görə 35 bura gəlir. Baxın, burada bir z var. Çarpazlığa görə. Digər çarpazlığa görə 25 bura gəlir. Yəni onda x-in payına nə qalır? 25 ilə 35-in cəmi qalır da onda. Növbəti sual. Deməli, burada baxın, bu xətti uzatsam, belə bir üçbucaq əmələ gəlir. Baxın, bu xətti belə uzatsam, belə bir üçbucaq əmələ gəlir. Və bura 140-dırsa, paraleli olduğu üçün 140 bir bucaq sonraya yazılır. Baxın, bura yazılır. Bir bucaq ötürür, sonraya yazılır. Və yaxud da ki, baxın da, bura 140-dırsa, açıq bucağa görə bura 40-dır. Paralelə görə bu ikisinin cəmi 180 olmalıdır. Deməli, bu bucaq olacaq 140. İndi fikir verin, artıq şeyləri sileyim. Burada əgər bir üçbucağımız varsa, bunun xarici bucağı 140-dırsa, ona qonşu olmayanların cəmi də o 140. Deməli, 70 ilə nəyin cəmi 140-dır? 70-in. Onda cavab nədir? 70. Cavab Y variantı x-in yerinə 70 olmalıdır. 28-ci sual. A-yə tənböləndir. A-yə tənböləndir. Bir də AF CD-yə paraleldir. AF CD-yə paraleldir. XX beta 50 dərəcədir. Daha doğrusu B bucağı 50 dərəcədir. Bu bucaq 50 dərəcədir. Gəl onu da belə edeyim də mən burada bir dəqiqə. 50 dərəcə. A-yə də CB-yə paraleldir. A-yə də CB-yə paraleldir. Burada mən bunu uzadım. Belə bir üçbucaq yaradım burada. Bura 50 dərəcədir, düzdürmü? Bura 50 dərəcədir. İndi fikir verin. A-yə də CB-yə paraleldir. Bax, buna paralel. Bunlar paraleldirlər. Düzdürmü? Bunlar paraleldirlər. Bura 50-dirsə, uşaqlar, B bucağı 50-dirsə, bax, bu 50. Çarpazına gəlib düşəcək bura. Bura 50 dərəcə olacaq. Bunda belə çıxır, bu tənbələndir, bura da 50 dərəcə olacaq. Məndən BCD-ni soruşur. BCD bucağını. İndi fikir verin. Fikir verin. Fikir verin nəyə? Bizdən buranı soruşur, bu bucağı. 50, 50. Bu bucaq nə olacaq onda? Buradakı bucaq 100-dürsə, bura olacaq 80 dərəcə. 80 dərəcə. İndi sual qoyduğum bucaq bir bucaq sonraya yazılacaq. Deməli, bu bucaqda sual olacaq. Baxın. Bu bucaqda sual olacaq. Həmin o sual üçbucağın xarici bucağıdır. Belə bir üçbucağı əmələ gəlib orada. Bura 50-dir. Bura 80 tapdıq. Çünki bura 50, bura 50, bura 80 qaldı. Açıq bucaqdır. Mənim sualım baxın buradadır. Mənim sualım baxın buradadır. Əslində buradadır sualım. O sualı mən paralel olduğu üçün köçürtdüm aşağı. Bura. İndi bu sual üçbucağın xarici bucağıdır. Yəni 80 ilə 50-nin cəmidir. Nə neçədir? 130-dur. Cavab bu sualda 28-ci sualda. B variantı 130. Başqa yol təbii ki var. Onu da özünüz fikirləşərsiniz. Deməli, beta B bucağı daha doğrusu 156 dərəcə. Bu da baxın, əgər paraleldirsə, buradan bir paralel xətt çəkirəm. Bu da paralel olsun bunlara. Nə olacaq onda? 9x bir bucaq sonra yazılacaq. Bura yazılacaq. 9x.
3x bir bucaq sonraya yazılacaq. Yəni hara yazılacaq? Bax bura 3x yazılacaq. Aha. 156 9x-dan 3x-in cəmi çıxdı belə çıxır ki. Yəni ki 9x üstə yəni 3x 156-ya bərabər çıxdı. 156-ya bərabər. Buradan alıram ki 12x bərabərdir 156. X-də bərabər neçəyə? 13. X-ə 13 aldım. BAK bucağı. BAK. Bu bucağı soruşur. Hə. 9-u 13-ə vursam neçə eləyir? 13 vurulsun 9. 27, 2 yadda 117. 117-nin qonşusunu istəyir. Bax fikir verin. BAK bucağı haradır? Bu bucağı soruşur. Bu bucağı. 9-u 110, bura 117 dərəcədirsə, bura olacaq onda 53 dərəcə. Daha sonra 63 dərəcə. 63 dərəcə. Cavab burada olacaq D variantı 63. Növbəti sual da bundandır. Yəni birbaşa artıq burada əzbərlədik də. 8x-la bunun cəmi eləyəcək 12x 132 dərəcə. Onda x-də 11 dərəcə. Məndən soruşur BCL-i. BCL bu bucağı soruşur, bu bucağı. 11-dirsə bura 44-dür, onda burada 136-dır. Cavabımız olacaq 136 dərəcə A variantı. Növbəti sual. Deməli, DC'yə bir düz xət üzərindədir. DC'yə bir düz xət üzərindədirsə, deməli burada açıq bucaq əmələ gələcək. Onda bura 140 dərəcə olacaq. 140 dərəcə olacaq. Hə. BAC bucağını tapın. BAC bucağını. Bu bucağı soruşur. Bu bucağı tapmaq üçün biz bilirik ki, bu bucaq və bu bucağın cəmi 360 dərəcə olmalıdır. Həmin düstur da budur. 180 vurulsun n çıx 1. Yəni buradakı n bucaqların sayıdır. Bucaqlar neçə dənədir burada? Bir bu bucaq olacaq, bir bucaq olacaq, bir bucaq olacaq. 3 dənədir. N-i yenə 3 qoysam 2-ni 180-ə vuranda 360-dır. 180 vurulsun n çıx 1. N orada bucaqdır. Hə. Yəni bunların cəmi 360 olmalıdır. 3 dənə bucağın cəmi. 140 ilə 160. Eləyəcək 300. Deməli burada nə qaldı? 60 dərəcə. Məsələn. Cavab D variantı. 32. Deməli A, B, C, D 4-ü də bir-birinə paraleldir. A, B-yə, C-yə, D-yə bir-birinə paraleldir. F də kəsəndir. 3x üstə gəl 2y-i tapın. Baxaq. Bu xəttləri əslində uzada da bilərik. Uzadaq görək nə alınır. Görək köməyi varmı burada? Demək 60 dərəcə. Paralelliyə görə C ilə D paraleldir, düzdürmü? C ilə D-də belə bir Z var da, düzdürmü? Məsələn, C-də, D-də bir də bir Z var. Onda bura 2x-dırsa, bunun çarpazı haradır? Burada, düzdürmü? Bura 2x olacaq. Bax, burada 2x-dırsa, bura 2x olacaq, düzdürmü? 2x olacaq. Və buradakı 2x aynı C paraleldir axı. Buradakı 2x bir bucaq sonra yazılacaq. Bura olacaq 2x. Burada 2x olacaq. Düzdürmü? Onda burada nə baş verdi? Fikir verin. Burası 60-dırsa, burada açıq bucaq əmələ gəlib bir dənə. Baxın, buradakı bucaq. Baxın. Və buradakı bucaq 120 dərəcə olacaq. 120 dərəcə. Onda yenə karandaş qaydası, yəni 3 dənə bucağın cəmi 360 dərəcə olmalıdır. Yəni 2x, bir də orada bir 120 dərəcəli bucaq var, baxın. Burada ox qoyduğum yerdə 120 dərəcə olacaq. Çünki burada 60 varsa açıq bucaq əmələ gəlir. 120 dərəcə, bunların üçünün cəmi 360 dərəcə olmalıdır. Buradan 4x bərabərdir 240, x bərabərdir 60. X-in 60 olduğunu tapdıq.
Bir də deyir ki, ifadəni tap. X tapmışıq. X 60-dır. Buranı silək. Digərini necə tapaq? Deməli, məsələ nədir burada? Bura 3y-dirsə, baxın 3y-dirsə, bir bucaq sonra yazılacaq. Bura yazılacaq 3y. Düzdürmü? AB ilə də paraleldir axı. 3y. Deməli 3y, deməli orada burada nə çıxdı? Hə, gəlin onda belə eləyək də. Ayrı-ayrı tapmayaq. Birbaşa cavabı tapaq. Fikir verin. Bura 3y çıxdı, düzdürmü? O 2x da, baxın bu 2x da bir bucaq sonra yazılacaq. Yazılacaq bura. Bura yazılacaq 2x. Bax birbaşa cavab çıxır bax. Deməli bura bu ox qoyduğum yerə də mən 120 dərəcə yazmalıyam. Onda belə çıxır ki, yox. 2x üstə gəlsin 2x üstə gəlsin 3y üstə gəlsin 120, bu bərabər 240-a. 2x üstə gəlsin 3y 240 alındı. 360-dan 120 çıxdım artıq. Digər tərəfdən isə 2x 3y-ə bərabər çıxdı, belə çıxır ki. Bax buradakı çarpaz 2x gəlməli idi bura. Bunlar belə çıxır ki, bərabər çıxdı. 2x 3y-ə. Deməli onda burada 2x yazacağam. 3y yerinə 2x qoyacağam. Bərabərdir 240-a. 240-ı 4-ə böləndə x-in buradan 60 olduğunu görəcəm. X 60-dırsa, 2x bərabərdir 3y tənliyinə görə x-in yerinə 60 qoyanda bura 120-dir. Deməli onda y-də 40-dır. Y-in də 40 olduğunu tapdım. 3x üstə gəl 2y soruşurdu. Orada bir dənə səhv oldu məndə. 3x nədir? 3-ü 60-a vur. 3-ü 60-a vur. Eləsin 180. 2y nədir? Y də 40 idi. 2-ni də vur 40-a, eləsin 80. Bunların cəmi. Eləyəcək 260 dərəcə. Maraqlı sual. Cavab burada D variantı 260. Bu çox maraqlı bir sual idi. Növbəti sual bizdə deməli 33 nömrəli sual gələcək. 33 nömrəli sual. Deməli AB-yə C-də D-yə paraleldir. C-də D-yə paraleldir. Deməli, alfanı verib bizə. Alfa da 90-dan böyükdür. Əminin ən kiçik qiyməti. Alfa 90-dan böyükdür. Biz bilirik ki, bir dənə burada səliqə salaq. Necə? A B-yə paraleldir. Bu da C-də D-yə. Aha. Bunlar kəsənlərdir. Deməli, alfa 2x üstə gəl 3y-dir. 2x üstə gəl 3y-dir. 2x üstə gəl 3y-dir. Alfa. Buradakı alfa. Bu da 90-dan böyükdür. Baxın burada. Bu bucaqla bu bucaq qarşılıqlı bucaqdır. Yəni məsələn deyək ki, bu bucaq bir B bucağıdırsa, bu bucaq da B bucağı olacaq. İndi B ilə alfa bir də 3x üstə gəl 2y-in cəmi 360 olmalıdır. B ilə 4x çıxılsın y üstə gəlsin 7x çıxılsın 3y-in cəmi 360 olmalıdır. B-lər getsə, bunlar bir-birinə bərabər çıxdı da. B-lər də getsə, belə çıxır ki, alfa ilə da bunun cəmi
4x çıxılsın y-dən də 7x çıxılsın 3y cəminə bərabər çıxdı. Diqqətli olun. Bu ikisinin cəmləri bərabərdir. Alfanı da mənə verib. Demək, bunu biz isbat elədik. Yəni alfa nədir? 2x üstəgəl 3y. Alfanın qonşusunda burada nə var? 3x üstəgəl 2y, 3x üstəgəlsin 2y. Bunu hesablayaq birinci. Deməli 5x üstəgəl 5y. 5x üstəgəlsin 5y. Bu bərabər olacaq digər bu tərəfə. Buranı da elə şifahi toplayıram. 4x ilə 7x. Burada yazacağım 5x üstəgəlsin 5y bərabər olmalıdır. 4x ilə 7x-in cəmi 11x çıxılsın mənfi y-dən 3y-in cəmi də 4y. Çıxılsın 4y. X-ləri bir tərəfə yıxsam, alacam 6x bərabər 9y. 6x bərabər 9y alacam. 6x 9y bərabərdir. Buradan da 3-ə bölsəm 2x bərabərdir 3y. 2x-in 3y olduğunu gördüm. 2x 3y-dir. Deməli deyir ki, alfada 90 dərəcədən böyükdür. Yəni 2x üstəgəlsin 3y böyükdür 90 dərəcə. X-dən y-dən naturaldır. X üstəgəl y cəminin ən kiçik qiyməti. 2x-in yerində 3y qoyuram. Bax, burada 2x-in yerində 3y qoyuram. Ora 6y böyükdür 90 dərəcədən. Buradan da y böyükdür. Deməli 96-ya böləndə 15-dən. Y 15-dən böyükdür. Y 15-dən böyükdürsə, naturaldırsa, deməli ən kiçiyini götürəcəm də. Y-in ən kiçiyi elə x üstəgəl y-in ən kiçiyini verəcək. Y-in ən kiçiyi nədir onda? 16-dır da. 15-dən böyük kiçiyi nə var? 16. Y 16-dır. Həm də cüt verməliyəm. Çünki burada fikir verin 2-yə bölünməlidir. Yəni 2x bərabərdir. 3 vurulsun y-in yerine 16 qoyduq. Buradan nə alıram x-i? X-i alıram. Deməli 2-yə 8. X-i alıram 24. X 24, y də 16 qəbul eləmişik. Bunların cəmi neçə verəcək bizə? 40 cavabını vermiş olacaq. Deməli, cavab burada olacaq 40. Y variantı. Çox gözəl sualdır ya. Çox gözəl sualdır. Amma təəssüf ki, 7-ci siniflərə bunu vermişəm. 7-ci siniflər üçün çox çətin sualdır. Bax, alfanın 90 dərəcədən şərtini buradan hesablayırsan. Alırsan ki, y 15-dən böyükdür. Alfa üstəgəl y kiçik olması üçün y də kiçik olmalıdır. Y kiçik y-dən naturaldır. 16 götürəlim. Y 16. Və 2x bərabərdir 3y də y yerinə 16 yazanda x-in 24 olduğunu görürəm. Digər tərəfdən bunu isbat eləmək lazım idi. Alfa ilə bunun cəmi, digər iki bucaqların cəmi bir-birinə bərabərdir. Bunu isbat eləmək lazım idi. Belə bir maraqlı sual. Növbəti sual aşağıdakı bir sualdır. Deməli, 34-cü sual. Nədir məsələ? ADY 130-dur. ADY 130. Yəni bura. Bura 130. Bura 130. AC BAD-nin bucağının tənböləni. Bura tənböləndir. Yox. AC BAD bucağının tənbölənidir. Bunu da yazdıq. 130'da da yazdıq. ABC 110. ABC 110. Bura 110. 110. ACM-i tapın. Buranı taparıq. Bura x-dir. Daha doğrusu sual deyək. Ora. Burası sualdır. Şimdi bir dəqiqə. BM də DY-yə paraleldir. BM DY-yə paraleldir. Vəssalam. BM DY-yə paraleldirsə, mən 110, 130 və buradakı bucağın, yəni 2x-in cəminin 360 olduğunu bilirəm. Çünki 3 dənə bucaq var burada. 3 dənə bucaq var. Demək ki, 110 ilə 130 neçə eləyir? 240. Bunun payına qalır 120. Çünki 360 olmalıdır. 120 qalırsa x-in payına nə qalır? 60 qalır. İndi fikir verin, sual. ABC 3 bucağın xarici bucağıdır. Xarici bucaq ona qonşu olmayan 110 ilə 60-ın cəmidir. 110 ilə 60-ın cəmidir. Yəni neçədir? 170 dərəcədir. 23-cü, daha doğrusu bizim 34-cü sualdır. Bu 34-cü sualın cavabı 170. Növbəti 35-ci sual. Deməli, MK YN-ə paraleldir. MK YN-ə paraleldir. Belə çıxır ki, bura Z əmələ gəldi. Yəni, bura 42-dir çarpazına. 42-dir. Sonra mənə deyir ki,
MPN MPN tənböləni PK-dır. Bu PK tənböləndir. Belə çıxır ki, bura çarpazaya 42 yazmışam ha. Burada 42-dir. Çünki axı bu tənböləndir. Bu tənbölənsə 42. Mənə deyir ki, MPY-dən MPY baxın burada. Bura nədir onda? Açıq bucağı əmələ gəlməlidir. Açıq bucaqdan 42, yəni 84-ə çıxsam 96. MPY 96-dır. 96-dan çıxmalıyam NPK-nı. NPK-nı, yəni nəyi? 42-ni. 96-dan 42 çıxanda demək 54 dərəcə. 35-ci sualın cavabı 54. Növbəti sual 36. ABC bir-birinə paraleldir. Bu 90 dərəcədir. KAD 60 dərəcə. KAD 60 dərəcə. Bura 60 dərəcədir. Çarpazlığa görə burada 60 dərəcə olacaq. Baxın Z 60 dərəcə. Belə çıxır ki, burada düzbucaqlı 3 bucaq var. Bu bucaq 30 dərəcə olacaq. Baxın. Buradakı bu bucaq 30 dərəcə olacaq. Çünki 90, 60, burada nə qaldı? 30 qaldı. Aha. Bunları yazandan sonra bizə deyir ki, ND 7-dir. ND 7-dir. ND 7-dir. BD 7,5-dir. BD. Bura 7,5-dir. Məndən MN-i soruşur. MN-i tap. Bax, buranı soruşur. MN-in məsafəsini tapın. Deməli, BD 30-un qabağı. Bax, 30-un qabağı nədir? 30-un qabağı 7,5-dir. 90-ın qabağı bunun 2 qatı olmaz. 15 olmalıdır. Buradan buraya 15 olmalıdır. AD 15 olmalıdır. 7-si buradadır. Deməli, N-dən A'ya 8-dir. Bura 8. İndi fikir verin. Burada. Əslində bir dənə də düzbucaqlı üçbucaq var. Baxın, onu sizin çəkim. Baxın, A, N, M. Baxın, bu əgər 90 əmələ gətiribsə paralellikdə. Burada elə 90 idi. 30 varsa, deməli, burada 60-dır. Bax, bir də deyirəm. Orada bir üçbucaq da var. A, N, M üçbucağı. O da 30, 60, 90 üçbucağıdır və AN-in də artıq 8 olduğunu gördüm. AN 8 isə onda N-im nə qədər olacaq? 30-un 2 qatı idi. N-im də belə çıxır ki, 4-dür. Bu da 7-ci sinifə belə çətin ola bilər. Bu üçbucaq qaydasını keçməyib. 30-un qabağının 2 qatı 90-ın qabağında yazılır. Deməli 30-un qabağı 4 imiş ki, 90-ın qabağı 8 yazılır. M-ni tapın 4. Növbəti sual. Deməli, AB-yə paraleldir. C-də kəsəndə alfanı tap. AB-yə paraleldir. AB-yə paraleldirsə, buradakı 80 bucağı gəlməlidir. Bax, bura. Bir bucaq sonraya. 80 bucağı bura gəlməlidir. Niyə? Çünki bura olacaq 100 dərəcə. Bu ikisinin cəmində 180 olmalıdır. Oradan alınır. 80. Baxın, buradakı yaranmış 3 bucağın balaca 3 bucağı. 1 dərəcəsi 10 dərəcədir. Onun xarici bucağıdır. Onda bura verilmiş bucaq. Baxın, bura verilmiş bucaq. Onda belə çıxır ki, 70 dərəcədir. 70 ilə onun cəmi xaricə 80 yazıblar. 70-dən 10. Ora 70-dir. Orayla da alfa, baxın, buradakı bucaqla da alfa. Qarşılıqlı bucaqdır. Onda belə çıxır ki, alfanın özü də elə 70-dir. Yəni 37-ci sualın cavabı 70 dərəcə. Növbəti sual 38 elə bəsitdir. Bayaq burada işləmişik. Bu üçünün cəmi 360 dərəcə olmalıdır. Bu ikisinin cəmi 280. 360 olması üçün 80 çatışmır da. İkisinin yerinə 80 olmalıdır. Məsələn. 39. Deyəsən bu sualdan var idi axı. Bu bucağı soruşur. Bu sualdan elə bilir var idi bayaq. Deməli, biz bilirik ki, bura 140-dır. Çünki DC-yə bir düz xətt üzərindəsə burada açıq bucağı əmələ gətirəcək. 140-dır. Hə, 140 ilə 150-nin cəmi 290. Bu üçü birlikdə, bucaqlar üçü birlikdə 360 olmalıdır. İkisinin sual olduğu yerdə 70 dərəcə. Vəssalam. 39-un cavabı 70 dərəcə. Növbəti A-B-yə paraleldir. C-də D-yə. C-də D-yə paraleldir. Alfanı tap. Demək, biz bilirik ki,
AB-yə paraleldirsə, burada belə bir M qaydası var. Nədir bu M qaydası? Burada verilən 4x üstəgəl 2y ilə burada verilən 5x üstəgəl 3y-in cəmi 6x üstəgəlsin 5y üstəgəl 18-ə bərabərdir. Buna bərabərdir. Digər tərəfdən M qaydasını gördük. Digər tərəfdən isə C-də D-yə paraleldir deyir. C-də D-yə. Digər tərəfdən isə baxın, buradakı bucaq 5x üstəgəlsin 3y bucağı. Bir bucaq sonra yazılır. Bura yox, bura yazılmalıdır və bura ilə də bura qarşılıqlı bucaqdır. Yəni bura yazılmalıdır 5x üstəgəlsin 3y. Bu da buradakı bucaqla 2x üstəgəl 6x bundan qarşılıqlı bucaqdır. Bunlar bir-birinə bərabərdir. Digər bir tərəfdən isə buradakı bucaqla buradakı bucağın cəmi buna bərabərdir. Ondan da istifadə edəcəyik. İndi baxaq birinci bərabərliyə, yəni 2x üstəgəl 6y bərabərdir 5x üstəgəlsin 3y. Buradan alıram 3x bərabərdir 3y-ə. Sən demə x y-ə bərabərdir. Alfanı tap. Alfada baxın buradadır da. Elə çarpazlığa görə burada 5x üstəgəlsin 3y-dir. Yəni əslində 5x üstəgəl 3y tapırıq. X də y-ə bərabər çıxdı. X də y-ə bərabər çıxdısa, işimiz daha da asanlaşdı. Biz əvvəldən demişdik ki, 4x üstəgəlsin 2y. Bunda nə olacaq? Y-in yerinə x qoyuram. Y-in yerinə x qoyuram. Y-in yerinə x qoyuram. Buradakı ikisinin cəmi, bax buradakı ikisinin cəmi nəyə bərabər olmalıdır? Ortadakına, M qaydasına görə. Yəni 6x, o da 5x, 11x üstəgəlsin 18 dərəcə bərabər olmalıdır bu ikisinin cəminə. Bu ikisi də ki, buradan 6x eləyir, bunların cəmi. Bunların cəmi də 8x eləyir, yəni 14x-ə. Buradan alıram ki, 3x bərabərdir 18-ə, x də bərabərdir 6-ya. Elə y də bərabərdir 6-ya. Məndən buranı soruşur. Yəni, burada mən demişəm ki, 5x üstəgəl 3y-dir. Qaydaya görə, çarpazlığa görə, baxın, burada z var. Z. 5x elə y-in yerinə x qoysam, 5x ilə 3x-in cəmi 8x-i soruşur əslində. X də bizdə 6-dır. 8 vur 6, 48. Çox gözəl bir sualdır. 48. Yəni 40-cı sualın cavabı olacaq 48. Qəşəng bir sualdır. Sonra 41-ci sual. 41-ci sual uyğunluq testidir. Artıq uyğunluq testləri var. A1 A2-yə paralel olarsa uyğunluğu tap. Birinciyə baxıram. Təkcə birinciyə. Baxın buna bu şəkildə baxıram. Deməli, paralelliyə görə bu z əmələ gətirir burada. Alfa oradırsa, burada alfadır. Onda burada neçə alfalıdır? 9 dənə. Yəni əslində 9 alfa bərabərdir 360-dır. Çünki tam bucağı əmələ gətirib alfa da oldu 40 dərəcə. Yəni 1-ə uyğun B. 47. Növbəti paralelliyə görə yenə buradakı alfa gəlməli düşməlidir bura. Deməli 5 alfa ilə alfanın cəmi. Yəni 6 alfa 360 dərəcədirsə, alfa 60 dərəcədir. 2-yə uyğun 60 olmalıdır. 2-yə uyğun oldu A. Burada yenə paralelliyə görə bura alfa düşməlidir. Bax, burada belə bir z var, düzdürmü? Belə xətləri uzatsaq görəcəyik. Alfa. Deməli, burada nə olmalıdır? 3 alfa bərabərdir 360 dərəcəyə, alfa bərabərdir 120 dərəcəyə. Alfa 120 də Y variantındadır. Onda 3-ə də Y. 1-ə B, 41-ci sualda 1-ə B, 2-ə A, 3-ə Y. Növbəti sual. Növbəti 37 də bu sualdandır. Bu tip sualdandır. Gəlin eləməyə çalışaq. Deməli, biz bilirik ki, Z var burada. Alfa gəlməlidir bura. Bunu şifahi eləyəcəm. 360 olmalıdır 10 alfa. Onda alfa nə olmalıdır? Alfa buradan olmalıdır. 10 alfa 360'dır 36. Alfa 36 getdi 1-ə. Yəni 1-ə A. Sonra buradan alfa gəlməlidir bura. Deməli 5 alfa 360 olmalıdır. Onda alfa nə olmalıdır? 72 dərəcə. 72. Y getdi 2-yə. Buradan alfa
Z qaydasına görə bura gəlməlidir. Bu da olur nə? 2,5 alfa. 2,5 alfa 360-dırsa neçə eləyər bu? Deməli 10-a vursam 25, burada 3600. Bunu da 5-ə bölsəm 5 alfa 5-ə bölsəm 72, 720 alfa da bərabərdir. Demək 120. 145 mi? 144. 20, o da 700. Bəli, 144. Alfa 144. 144 də C-dədir. Yəni 42-ci sualda 1A, 2Y, 3C. 43. 43-cü sual yenə uyğunluq testidir. Deməli biz bilirik ki, qarşılıqlı bucaqlara görə və yaxud da belə deyə bilərik də, alfa bir bucaq buraxıb digərinə yazılmalıdır. Onda belə çıxır ki, beta buradan alfa bərabərdir beta alınır. Alfa bir bucaq buraxıb digərinə yazılmalıdır. Betanın üzərinə. Onda belə çıxır ki, alfa betaya bərabərdir. Digər tərəfdən burada beta bura qarşılıqlı bucaqdır. Burada beta yazılmalıdır. Onda beta ilə də qammanın cəmi, baxın, beta ilə qammanın cəmi 180 dərəcə olmalıdır. Çünki bir tərəf daxili, bir tərəflidir. Elə alfa ilə də qammanın cəmi 180 dərəcə olmalıdır. Çünki alfa betaya bərabərdir. İndi baxın, bizə deyir ki, birincidə alfanı 110 götür. Elə betanı 110 götür. Alfanı 110 götürmüsənsə, onda qammaya nə qaldı? 70 qaldı. Elə betaya da 110 qaldı. Beta 110-dursa, 110-dan 70 çıxanda, qammanın çıxanda elə 40 eləyir də. Elə 1-ə uyğun A gedir. 1-ə uyğun, məsələn, A ödəyir. 1-ə uyğun A. 1-ə uyğun A. İndi deyəm. Betadan qammanın çıxanda 40-dırsa, alfadan qammanın çıxanda 40 olmalıydı. Heç biri ödəmir. Elə 1-ə uyğun bir dənə A gedir. 2-yə beta 120-dir. Beta 120-dirsə, burada yerinə yazıram. Elə alfa da 120-dir. Alfanın yeni 120 yazanda onda qamma 60 olmalıdır. Toplayanda 180 eləsin. Qamma 60-dır. Qamma 60-dırsa, fərqləri 60 olan lazımdır mənə. Yəni beta 120, qamma 60. 120-dən 60 çıxanda edir. Deməli 2-yə uyğun D gedir. 2-yə uyğun D. Fərqləri 60 olmalıdır, amma elə alfadan da qammanın çıxanda 60 eləyir də B də gedir. Deməli belə eləyək də, burada səliqə yaradaq. 1-ə uyğun A, 2-yə uyğun B, D, BD. 3-ə uyğun qamma 50-dir. Qamma 50-dirsə, elə beta da alfa da 130 olmalıdır. 130-dan 50 çıxanda 80 eləməlidir. 130-dan 50 çıxanda 80 eləməlidir. Bax, Y variantı ödəyir. Vəssalam. Y variantı ödəyir. 3-ə də Y getdi. Deməli 1-ə 43-cü sualda 1-ə A, 2-yə BD, 3-ə Y. 44-cü sual. Bu M qaydasıdır da uşaqlar da. 60-la 80-in cəmi neçə eləyir ki? 140. Beta deməli nə olmalıdır? 140 olmalıdır. Deməli 1-ə uyğun A. Beta deyir 140 olmalıdır. Beta açıq bucaqdan böyükdür. Xeyr. O şərt ödənmir artıq. 140 qoyur. Deməli burada mən bunu belə uzatsam, bura nə olacaq? 150 dərəcə olacaq. Və yaxud da siz belə eləyin də. Ən yaxşısı budur. Bunu uzadın. Bunu belə uzatsam, burada belə bir M hərfi yarandı. Burası da 90-dır. Düzdürmü? Digər tərəfdən 90 isə, deməli burası da 90-dır. Amma burası da 90 olacaq. 90 ilə 30-un cəmi buraya yazılmalıdır. Betaya. Yəni 120. Beta 120. Y də getdi 2-yə. 3-də isə, fikir verin ha. 3-də burada çarpazlığa görə bura 50 dərəcə olmalıdır. Açıq bucağa görə bura olmalıdır 310 dərəcə. Tam bucağa daha doğrusu tam bucağa görə 360 olmalıdır. 50 oradasa 310 buradadır. 310 da nədir? Betaya uyğun 310 var C-də. Amma bir dənə də uyğun gəlir. D variantı da uyğun gəlir ki, 310 açıq bucaqdan böyükdür. Yəni 44-cü sualda 1-ə A, 2-yə Y, 3-ə C-dir. 45-ci sual. Deməli, 45-ci sual. Burada belə bir üçbucaq yaratsam, mən bilirəm ki, bura 130 yazacağam. Niyə? Çünki bir bucaq buraxıb digərinə yazmalıyam da mən.
130. 130 yazmışamsa deməli alfa 50-dir. Çünki 130 xarici bucaqdır. 80 ilə 50-nin cəmidir. Hə, alfa 50-dir. Digər tərəfdən. Digər tərəfdən. Digər tərəfdən burada nə edə bilərik? Məsələn, bu yolu ələ ataq. Bura 150 dərəcədir. Bura 150 dərəcədir, düzdürmü? Axı, açıq bucaqdır. 150. 150 ilə 170-in cəmi. 200, yox. 320 dərəcə. Bunların üçünün cəmi alfa ilə bir yerdə 360 olmalıdır. 3 dənə bucaq varsa. Deməli, alfa nədir? 40 dərəcədir. Bunu da belə tapdıq. Digər tərəfdən elə burada hazır var da. 150 ilə 140-ın cəmi 290 dərəcə. Alfa ilə bir yerdə 360 dərəcə olmalıdır. Üçünün cəmi. Deməli, alfa nədir? 70 dərəcədir. Vəssalam. Bütün alfaları tapmışam. Deməli, deyir ki, alfa 70 dərəcə. Deməli, 3-ə uyğun A. Alfa 50 dərəcə. 1-ə uyğun B. Alfa 60-dan böyük. 70-60-dan böyükdə. Deməli, 3-ə uyğun həm də C. Alfa 80 dərəcə. Alfa 80 yoxdur. Alfa 40 dərəcə var. Y də uyğundur 2-yə. Deməli, 45-ci sualda 1-ə B, 2-yə Y, 3-ə AC. 46-cı sual. 46-cı sualda demək, elə buradan baxın, bu ikisinin cəmi, bu ikisinin cəmi neçə eləyir? 195 dərəcə. 195 dərəcə. Alfanı tapmaq üçün 360-dan çıxmalıyam da. 360-dan 195 dərəcədən çıxıram. 5 35 qaldı da. Bu da 16. 165 dərəcə. Burada belə bir M qaydası var. 295-i buradadırsa bu bucağı taparam. Neçə dərəcə eləyəcək? Buradakı bucaq 360-dan çıxanda. 360-dan 360 55 dərəcədə. Yoxsa yox. 65 dərəcə daha doğrusu. 65 dərəcə olmuş olacaq. 65 dərəcə. 65 isə deməli alfa 30-dur da. Daha doğrusu 40-dır. Çünki M var burada. 40 ilə 25-i toplayanda 65 ortaya yazılmalıydı. Alfa 40-dır. Sonra demək burada. Hə, mən bilirəm ki, bura 20-dir. Burada M var. Baxın, burada da M var. Burada da M var. 20-dirsə, deməli bura 45-dir. Bura 45 isə alfa onun qonşusudur. Alfa deməli 135-dir. 180 dərəcə əmələ gətirməlidir. Vəssalam. Alfa 135 isə 3 uyğuna iti bucaqdır. O, hələ ki var. 165 isə deməli 1-ə uyğun B 50 dərəcədir. Alfa 50 dərəcədir. Ümumiyyətlə yoxdur. Alfa iti bucaqdır. Bəli, D 2-yə. İti bucaqdır 65. Bir də alfa 40 dərəcədir. 2-yə uyğun Y də var. Deməli 1-ə uyğun B 165 dərəcədir. 2-yə uyğun D ilə Y iti bucaqdır 40 dərəcədir. 3-ə də uyğun A 135 dərəcədir. Bəli. Növbəti 47-ci sual. 47-də bizdə deməli yenə uyğunluq. Burada nə edə bilərik? Çarpazlığa görə burada Z qaydasına görə beta nə olur? 45 dərəcə olur. Beta 45 dərəcə. Onda bunların üçün cəmi 180 olmalıdır. 45 ilə 115, 160. Deməli alfa da 20-dir. Alfa 20. Növbəti. Betanı tapmaq üçün beta bu üç bucağın xarici bucağıdır. İkisinin cəmidir. Yəni beta 125 dərəcədir. Burada da paralelliyə görə D1, D2 paralel. Bu ikisinin cəmi 180 olmalıdır. Deməli alfa da 55 dərəcədir. Digər sualda. Digər sualda belə bir xətt çəksək. Bu bucaq neçə dərəcə olur? Bu bucaq. Həm də digər qaydadan istifadə eləmək olar. Tam bucaq qaydasından istifadə olunur. Əybi yox, o qalsın. Demək, bu bucaq neçə dərəcədir? 45 dərəcədir. Onda beta 55 dərəcə, yox, beta 35 dərəcədir ki, 35 dərəcədir ki, buradakı bucaqla buradakı ümumi bucaq birlikdə 180 dərəcədir. Paraleldir axı. Bu da paralelli çəkdiyim. Beta 35 dərəcə. Beta 35 dərəcədirsə, deməli 35, 100, 135 bu bucağa da qaldı. Hətta belə deyə bilərəm də.
35 tapdım o qayda ilə. Bu bucaqda tam bucağı mənə gətirməlidir də. Alfada oldu nə? 360-dan 135 çıxmalıyam. 5 35 225 hə? 225 dərəcə. Alfada oldu 225 dərəcə. Ondan sonra da vəssalam. Hamısını tapmışam. İndi beta 35 dərəcə deyir. Beta 35 dərəcə bizim üçüncü uyğundur. Üçüncü uyğun A. Alfadan betanı çıxanda 70 eləməlidir. Alfadan betanı çıxmaq birincidə olmur. 70 dərəcə ikincidə olur. İkinci uyğun B variantı gəlir. 125-dən 55 çıxanda eləyir də 70. Beta 55 dərəcə. Beta 55 dərəcə deməli heç birinə uyğun gəlmir. Alfadan betanı çıxmaq 190. Alfanın betanı çıxmaq deyə üçüncü uyğun gəlir. 225-dən 35 çıxmaq gəlir də 90 edir. 190. Beta 45. Beta 45 birinci uyğun gəlir Y. Deməli 1-ə Y, 2-yə B, 3-ə də A ilə D. 48-ci sual. Asadda bu. 110 ilə 150-nin cəmi ikisi birlikdə 260 eləyir. Deməli alfa 100-dür. 360 olmalıdır da. Buradakı bucaqla 30 ilə alfanın cəmi buradakı 40 ilə 20-nin cəminə bərabərdir. Yəni sol tərəfdəki bucaqların cəmi sağdakı bucaqların cəminə bərabərdir. Qayda budur. Sağ tərəf 60 eləyirsə, deməli alfa burada 30 olmalıdır. 30-un 30-un cəmi 60 eləyər. Burada isə alfa M qaydasına görə 42 ilə 48-in cəmidir, yəni 90 dərəcədir. Məsələn. İndi alfa iti bucaqdır. Alfa iti bucaqdırsa, bu 30 dərəcədən söhbət gedir. 2-yə uyğun A. Alfa düz bucaqdır, yəni 90 dərəcədir də. 3-ə uyğun B. Alfa kör bucaqdır, birinciyə uyğun gəlir. 90-dan böyükdür C. Alfa 30 dərəcədir. Bu da ikinciyə uyğun gəlir, 30 tapmışıq. Alfa 80 dərəcədir, ümumiyyətlə yoxdur. Yəni 1-ə uyğun C, 2-yə uyğun AD, 3-ə də uyğun B. 48-ci sualda. 49-cu sual. 49-cu sualda biz bilirik ki, buradakı bucaq bir bucaq sonraya yazılıb. Yəni ki, əslində alfa 50 dərəcədir. Və biz bilirik ki, paralel bucaqlara görə elə beta da 50 dərəcə olacaq. Beta da 50 dərəcə olacaq. Daxili uyğun tərəfə paralel bucaqlara görə. Məsələn, mənə sorur ki, alfa betanın cəmini tap. 50 ilə 50-nin cəmi 100. Cavab C variantı. 49-da. 50-ci sual. 50-ci sualda bunlar üçü ABC bir-birinə paraleldir. Eyni zamanda D ilə də Y paraleldir bir-birinə. İndi D ilə Y paraleldirsə, deməli bura qammadır. Çarpazlığa görə burada qammadır. Deməli alfa ilə qammanın cəmi AB-yə paraleldir axı 180 dərəcədir. Digər tərəfdən elə alfa ilə qammanın cəmi 180 dərəcədir. Digər tərəfdən baxın burada da. Beta ilə qammanın cəmi də 180 dərəcədir. Vəssalam. Bundan istifadə edəcəm. Deməli, məndən soruşduğu nədir? Alfa üstəgəl bu. Bunu parçalayaram. Yazaram alfa üstə gəlsin. Bu üstənə qammanın bir qammasını buna verirəm. Alfa üstəgəl qamma. Üstə gəlsin 2 dənə mötərizə xaricinə beta üstəgəl qamma. Niyə? Çünki 2 dənə beta, 2 dənə qamma olacaq da burada. 2-ni mötərizə xaricinə çıxartdım. Mən də bilirəm ki, alfa ilə də qammanın cəmi 180-dir. Beta ilə də qammanın cəmi 180-dir. Yəni bunun yerinə 180 qoyuram. Digərində də bunun yerinə 180 qoyuram. 180, 2 dənə də 180, 3 dənə 180. Yəni 540. 180 üstəgəl 260 da yəni. 540. 51-ci sual. Alfa ilə beta uyğun tərəfə paralel olan eyni növlü bucaqlardır. Yəni ki, alfa betaya bərabərdir demək istəyir. Alfa betaya bərabərdir. Alfa betaya bərabərdirsə, bu bucaqlardan birini 20% azaldıb, digərini 60% artırsaq, yenə uyğun tərəflərə paralel bucaqlar alınar. Alfa beta cəmini tap. Deməli bunların cəmləri artıq 180 olacaq da. Birini 20% azaltmaq, yəni %80-ə vurmaq deməkdir. %80A üzərinə gəlinsin. Birində 60% artır.
%160'a vur. %160 da B. Bərabərdir. Bunların cəmləri 180 olmalıdır artıq. Mən də deyirəm ki, artıq burada B-nin yerinə, baxın buradakı B-nin yerinə A yaza bilərəm. A bərabərdir 5 şərti var idi axı. Bu B-ni silib, yerinə yazıram 160 elə A. Bu da nə olur? %240 olur da, düzmü? 160-dan 80. %240 A bərabərdir 180-ə. Bu sıfırın birini silirəm. 240-ın sıfırı ilə. Deməli, buradan A-nı bərabərdir. 180-i 10-a vururam. 1800 bölü 24 alıram. Burada 6-ya ixtisar aparsam aşağıda 4, yuxarıda 300-əm. 300. 300 də böləndə eləyir 75 dərəcə. Mənə soruşur ki, alfa bettanın cəmini tap. Alfa 75-dirsə elə bettaya bərabər olur axı. Betta da 75-dir. 75 ilə 75-in cəmi 150 dərəcə. Yəni cavab 51-ci sualda Y variantı 150. Maraqlı sual idi bu da. Növbəti sual deməli 52-ci sual. AB-yə perpendikulyardır. AB-yə perpendikulyardır. Hə, 90 dərəcədir. Burada belə bir 90 dərəcə var. Burada da 90 dərəcə var. Həm də C D-yə perpendikulyar. A ifadənin dərəcə ölçüsünü tapın. Hə, uşaqlar 90 dərəcədirsə, belə çıxır ki, buradan digər tərəfə də 90-dır. Yəni ki, burada 13x çıxılsın 2y 90-dır. Həmçinin digər tərəfdən də bu da 90-dır. Yəni ki, bu da bərabərdir. Yəni 90 da bu da. 5x üstdən gəlsin 2y də 90 dərəcədir. Yəni bunlar ikisi bir-birinə bərabərdir, belə çıxır ki. Bunlar ikisi bir-birinə bərabərdir. Onda baxaq. Deməli, bunlar ikisi bir-birinə bərabərdir. Və alfa ilə da 3y üstəgəl 7x-in cəmi 180 dərəcədir. Çünki burada 2 dənə bucaq 90-da artıq. Burada 4 bucaqlı yaranıb. Onların cəmi 360 olmalıdır. 2 dənə 90, 180 getdi. Bu ikisinin cəminə 180 qaldı. Yəni alfa ilə buradakı bucağın cəmi 180 olmalıdır axırda. Demək, buradan sadələşdirsə nə alırıq? 13x-dan 5x çıxanda 8x bərabər deməli 8x bərabər demək 2y digər tərəfə atanda nə olur? 4y. 8y 4y-dirsə, onda y 2x-dir. Hər tərəfi 4-ə böldüm. Y 2x-dir. Y-in yerinə 2x qoyacağam. Hər hansı bir tənlikdə mən burada qoyacağam. Deməli 5x üstə gəlsin. Y-in yerinə 2x qoyacağam. 2 vurulsun. Y-in yerinə 2x. 2x bərabərdir 90 dərəcəyə. Çünki demişik 90 dərəcə olmalıdır. Buradan deməli 4x, 5x, 9x 90-dırsa x buradan 10-dur. X-in 10 olduğunu gördüm. X 10-dursa aparıb burada yerinə yazsam y 2 vur x, yəni 2 vur 10. 20-dir. Y 20, x 10. Aparıb indi burada yerinə yazsam, bax burada. X 10-dursa 7 vur 10, 70. Üzərinə gəlinsin. Y 20, 3 vur 20, 60. Bu da neçə eləyir? Bu da eləyir 130 dərəcə. Hə, alfa ilə də bunun cəmi 180 dərəcə olmalıdır. Çünki burada 2 dənə 90 var, 180-dir. Onda alfa ilə qaldı 50 dərəcə. Bu da maraqlı sual idi. Deməli, 52-ci sualın cavabında 50 dərəcə olmuş olacaq. Maraqlı sual idi. Növbəti sual 53 nömrəli sual. Deməli, eyni növlü bucaqlardırsa, alfa ilə beta paraleldirsə, onda x nədir? Alfa ilə beta paraleldirsə, onda x nədir? Eyni bucaqlardırsa, x olur 125 dərəcədə eyni növlüdürsə. Müxtəlif növlüdürsə, onda biri 85 olanda biri 180 çıxılsın 85 olacaq. Onda bura nə olacaq? 95 dərəcə, düzdürmü? 95 dərəcə. Bizə deyir ki, fikrinizi əsaslandırmaqla x ilə y-in cəmini tap. Eyni növlü, uyğun tərəflər paralel bucaqlar eynidirsə, deməli alfa ilə beta eynidir. Yox, müxtəlif növlüdürsə, alfa ilə betanın cəmi 180 dərəcədir. Ona görə x 125, y deməli 95-dir. Bunların cəmi də 125 ilə 95-in cəmidir. 220, hə? 220. Cavab olacaq 220. Növbəti 54-cü sual. Deyir, uyğun tərəfə paralel olan AB bucaqları üçün bu olarsa alacaq qiymətlərin cəmini tap. Hə, burada bir iki dənə hal var.
İki dənə hal var da daha doğrusu. Alfa beta uyğun tərəf paralel bucaqlardırsa, alfa betaya bərabər halı var. Bu halda alfa üstə yenilsin beta 3 betanın yerinə alfa qoyacağam da. Olacaq 3 alfa bərabərdir 240-dırsa, buradan alfa bərabər nəyə? 244-ə böləndə 60-a. Alfa 60-dırsa, elə beta da 60-dır. Alfa betanın ala biləcəyi qiyməti tapın. 2 ala baxın. Alfa 60, elə beta da 60. Bu birinci halımızda. Bu birinci hal. Yox, əgər alfa ilə betanın cəmi 180-dirsə, onda bizə deyir axı alfa ilə də 3 betanın cəmi 240-dır. Düzdürmü? Burada tərəf-tərəfə çıxsam, alfalar islah olar. 3 betadan betanın çıxanda 2 beta, 240-dan 180 çıxanda 60. 60. Beta neçə olar? 30 olar. Beta 30-sa alfa deməli 150-dir. Axı cəmləri 180 olmalıydı. İkinci halda budur. Birinci halda 54-cü sualda alfa betaya bərabər hər ikisi 60. İkinci halda isə alfa 150, beta 30. Növbəti sual bizdə deməli 55-ci sual. Elə bu sualdandır. Uyğun tərəfləri perpendikular olan bucaqlar da buna aiddir. Ona görə 55-ci suala heç baxmıram. Yəni bu sualdan da düzdürmü? 56-cı sual. 56-cı sualda biz bilirik ki, buradakı alfa bucağı elə 2x çıxılsın 10-dur. Çünki uyğun tərəfləri paralel bucaqlardır. Elə y də, yəni qamma bucağıdır. 2x çıxılsın 10-dur. Digər tərəfdən də bu paraleldir ona görə. Və salam. Yəni D1, D2, D3, D1, D2, D3, D4, D5, D6 da paraleldir də burada. Ona görə bir də biz nəyi bilirik? Biz bilirik ki, qarşılıqlı bucaqlara görə 4x çıxılsın 50 dərəcə bura yazılacaq. Bura yazılacaq 4x çıxılsın 50 dərəcə. Və 2x çıxılsın 10-dan da 4x çıxılsın 50 daxili bir tərəfli bucaqda. Bunların cəmləri 180-dir. Yəni 2x çıxılsın 10, üzərinə gəlsin 4x çıxılsın 50. Bu cəm 180 dərəcə olmalıdır. Daxili bir tərəflidir. Burada nə alınır? 6x bərabərdir 180. Üstünə də gəlirik 60. 240, hə? X də bərabərdir 40 dərəcə. X 40 dərəcə aldıq. X 40 dərəcə alandan sonra 2x çıx 10. 40 dərəcə alandan sonra 2-ni 40-a vuraram. 10 çıxaram. 70 dərəcə. Və bura 70 dərəcədirsə, elə burada 70 dərəcədir. Elə qamma da 70 dərəcədir. Onda beta isə bu ikisinin cəmidir. Alfa ilə betanın cəmi 180-dir. Beta da onda 110-dur. Və salam. Bizə deyir ki, qamma bölü 2. Qamma 70-dir. 70-i 2-yə böləndə 35. Üstə gəlsin. Beta 110 çıx alfa. Alfa da 70. Deməli 110-dan 70 çıxanda 40 eləyir. 40 ilə 35-in cəmi 75 dərəcə. 56-cı sualın cavabı olacaq 75 dərəcə. Növbəti sual 57-ci sual, sonuncu sualdır. Deməli 57-ci sual da elə bu sualdandır. Yəni artıq eləməyə dəyməz. 56-cı sualı elədim. Vəssalam. 57-ci sualda elə 56-cı sualdandır. Diqqətinizə görə minnətdaram. Hər hansı bir yerdə başa düşülən yer varsa rəy bölümündə bildirin. Kömək etməyə çalışacağam mümkün qədər.